Sabahınız xeyir olsun. Deyirəm ki, sizdə də qonşular belədir. Səhər durun. Gecə bilmir, gündüz bilmir, gecə saat 2-də bilmir, 3-ün yarısı bilmir. Ha ha ha, hi hi hi, səsi bura gəlir, yaxşı o cəhənnəmə. Dappa durub qazan səsi, ay stol belə getdi. Bütün günü stol çəkir bu insan. Bu neyinir? Bu səs insanda ola bilər 2 dəqiqə, 1 dəqiqəlik də cəhənnəmə ola bilər. 1 saat bu insan stol çəkir. Səsimi kəsəm çünki qulaq asdırmaq istəyirəm sizə ki, yəni inanasınız. Bu insan 1 saat stol çəkir. İnsanın problemi var. Özü gənc ailədirlər. Bir uşağım var, bir ərim var. Evdə dalaşmaqlarını eşidirəm, qışqırmaqlarını eşidirəm. Yaxşı, bu onun ailə işidir. Amma gecə vaxtı bu nə lazım? İndi də səhər-səhər. Mən bunların əlindən neyniyim? Keçən dəfə qalxmışıq yuxarı demişik, deyir uşaq eləyir. O uşaq stol çəkə bilir bu qədər. O gücü çatır, körpə uşaqdır, heç 1 yaşı olmayıb. İnsan yəni bir başqasını da düşünməlidir. İndiki düzdür, Novostroykalarda da problem var. Orada danışsam burada eşidilir. Amma belə də olmaz axı. İnsafsız olsun da biz yatırıq, dururuq, işləyən adamlarıq, yorğunuq. Vallahi sizdə də qonşular belədir, yoxsa tək məndədir. Bunun üçün mən nə edə bilərəm? İndi deyəcəksiniz ki, gedin polisi şikayət eləyin. Polisi şikayət eləmək istəmirəm. Qonşumdur deyirəm, ayıbdır deyirəm. Nə bilim, deyəcəklər iş verəndir, ay nədir, düşmənçilik eləmək istəmirəm də. Bəlkə də deyəcəksiniz ki, bu təmir gedir yəqin. Vallahi təmir getmir. Hər gün bu şey baş verir. Hər gün belə şeylər baş verir. Mən səhər-səhər yorğun adamam. Bir gün Vuxadın oyun var. Mən belə bu bina ümumiyyətlə Səsküy Yasamal rayonunda yerləşir. Yeri də deyim biləsiz. ATV-nin yanında Novostroyka var, oradadır. Heç vaxt belə səs mən eşidirəm. Onların evlərində nə söz var, nə söhbət var, hamısı mən çox rahatlıqla elə bilirəm ki, o bir otaqdadır. Yəni dəhşətli bir şeydir. Mən ona görə şəhərdə yaşamaq istəmirəm. Vallahi istəmirəm. Çıxıb gedirəm, bağda qalıram. Nəyə görə bu belə səsküylər? Mən əsəblərim yerində olan adam deyil. Bu dart gecə saat 3-ə kimi, 4-ə kimi ucu daha belə ayıbdır. İnsan özündə də olmalıdır da bir şeydə. Mən adicə əlimdən bir dənə nəsə düşəndə düşdü də, daraq düşdü, nəsə düşəndə gecə vaxtı utanıram, deyirəm ay Allah qonşu durdu. Belə səsküyün əlindən, yəni burada şəhərdə yaşamaq mümkün deyil. Harekete yazılım gəlsin ya.